Bax abi, cədvəlin bu hissəsində ola bilər toplama olsun, ola bilər çıxma olsun, ola bilər vurma olsun, ola bilər bölmə olsun. Əgər ki toplama olsa, mən bura 5 yazsam, burada deyək ki 3 yazsam, 5 ilə 3-ü toplayanda nə eləyir? 8, Bax, deməli 3 ilə 5-in kəsişməsi olan yerə nə yazmalıyam? 8. 8. Yaxşı, deyək ki bura mən 4 yazmışam. 3 ilə 4'ün 4-ün kesişmesi de kəsişməsi 7 olur. bura 7 olacaq. Başa düşdün? Məsələn, Bəli. deyək ki bura 6 yazıb, burada 8 yazıb, burada Mən sual orada, yazıb. mən onda mən 6 ile 8'i kesişmesinde o 4 olacaq. Bəli, o zaman 6, 8-in kəsişməsi yazırıq 14. ki, 6 üstəgəl 8 bərabərdir 14. Niyə üstəgəl yazdıq? Çünki Mən burada çünki orada işarə işarə üstə gələkdir. üstəgəldir. Ay sağ ol, qeyd elə bunu. Burada nə işarəsi var? Mən çıxma. Çıxma. O zaman böyük olandan kiçik olanı çıxacaq. 9-dan 3-ü çıxanda 6. 9-dan 3-ün kəsişməsinə nə yazırıq? 6 6. yazırıq. 7-dən Mən 3-ü 3'ü çıxanda çıxanda onların kesişmesinde 4 yazırıq. afərin. İndi bizdən soruşduğu bu sualdır. Bu sual nə ilə nəyin kəsişməsində durub xavər? Mən 7 ile 5'im. 7 ilə 5-in kəsişməsində sual durduğuna görə bu Mən 7-dən 5 7'den 5'e çıxacaq 2. bəli, 7 çıx 5 bərabərdir 2. Sualın qiyməti olacaq 2. 2. Bax, burada duran işarə nədir? Mən vurma. Vurmadı. O zaman deyək ki 5 ilə 6-nın kəsişməsinə nə yazacağıq? Mən 30. 30. Bəs 1 ilə 4-ün kəsişməsinə nə yazacağıq? 4. 4. İndi bizdən nəyi soruşur bəs? Mən sualı soruşur. Aha. Mən ona görə də mən 7 ilə 4'ün kesişmesinde 28 yazacaq. Bəli, 7-ni 4-ə vuracaq, eləyəcək 28. 28. Sual olacaq 28. Mən bölmə. Bölmə olanda böyük Mən olandan mən böyle olanda 2'ye böləcəyik. Hı-hı. Mən onu 5'e böləndə 2. Hı-hı. Yaxşı bəs, onu 9-a böləndə nə düşür xavər? Bəli 1. Yox, 19-a bölünmür axı. Bölünmədiyinə görə bura nə yaza bilərik? Çıx yaza bilərik. Başa düşdün? İndi bəs 9 ilə 27-yə baxsaq? Mən 3. 3. İndi bəs 42 ilə 9-a baxsaq? Mən bölmür. Bölünmür. Mən o görə çıxaq qoyduq. Çıxaq qoyuruq. İndi bizdən nə soruşur? Sual Mən işarəsi. 42 ilə 2'li. Bəli, onda nə yazacağıq? Mən 42 2'ye bölü böləndə 21. Aferin sana, yaz. Burada bizim bildiyimiz toplama, çıxma, vurma və ya bölmə verilməyibdir. Hansısa bir fiqur verilibdir. Yadıma gəlir, məsəl üçün 5, 3 bucaq, 6 bərabər Bəli. 30 yazırdım mən məsələn deyirəm. Burada biz 3 bucağın nə işə yaradığını bilmək üçün nə edirik? 5 ilə 6-dan 30-u almalıydıq. Nə edə bilərik? Toplama, Bəli, çıxma, vururdıq. vurma, bəli, burada vurma deyildi. İndi eyni şey cədvəlin də içinə aiddir. Burada istənilən yazıram bax. İstənilən fiqur ola bilər. İstənilən fiqur ola bilər. Fiqurun fərqi yoxdur. Biz nəyə baxacağıq? 5 ilə 3-ün kəsişməsində üçün- alma nədir? Denə. Mən orada vuracağıq. 3-ü 5-ə vurub 15 alıbdır. 15 alacaq. Baxaq görək düz Mən deyirsən. 7'li də 6'ya vurub 42 alırıq. Aha. Deməli indi sual almaq Şamdan üstündə 8'i 3'ə vurub 24 alırıq. bəli yazırıq. 8 vur 3 bərabərdir 24. Deməli 3 bucağın qaydası nədir? Burada 3-ə vurma, yəni bir-birinə vurmaqdır. Vurma. İndi dedi ki, burada nə ola bilər? Nə ola bilər? İstənilən fiqur ola bilər. İstənilən fiqur ola bilər. Yəni önəmi yoxdur. Biz nə etməliyik? 1 ilə 2-nin kəsişməsində duran ədədə baxırıq xavər. Mənə deyə bilərsənmi 1 ilə 2-dən biz 9-u necə ala bilərik? Bu xanalarda gördüyün ədədlər nədir? Bax 4, 9-dur, 16-dır, 49-dur. Nədir bunlar? Kvadrat deyil. Bəli. Ay sağ ol. 1 ilə 2-ni toplayanda nə verir? Mən 3. 3-ün kvadratı nə edir? Mən 9. Gördünmü bax? Burada 3 ilə 1-in kəsişməsində 16 dayanır. Gördün? Burada 3 ilə 1-i toplayanda nə edir? 4. Bəli 4'ün kvadratı 16. Ay sağ ol. 3 ilə 4-ün kəsişməsində 49 dayanıb. Mən 3 ilə 4'ü toplayırıq 7 kvadratı 49. Afərin. İndi burada bizdən sual soruşur. Sualda nə var? 2 ilə 2 ilə 2'nin kesişməsində 2 üstünə 2 gələcək. 4 kvadratı 16. bəli 4 kvadratı eləyir 16. 16. Deməli sual olacaq 16. İndi xəbər bax bu tipli cədvəllərə baxırıq. Burada görsənmi qara işarəni? Bu qara işarə ilə ayrılan hissə var ha bax bura. Bax bura yaşılla işarə elədiyim hissə. Bax bura olur digər tərəflərdən. Yəni bu istiqamətdə getdiyimizdə 3, 2 və 7-dən aldığımız cavab olur. Cavab. Aydındır? Yəni bu qara hissə ilə ayrılan yer nə olur? Cavab olur. Yəni biz 3-dən, 2-dən və 7-dən nə almalıyıq? Mən 12. 12. Necə alarıq xəbər? Mən toplayaraq. Mən 3 üstə 2 gəlir, üstə 7 gəlir. Bəli, bərabərdir nə eləyir? 12. Mən 6 Altı üstə üstünə 5 gəlir, üstə 1 gəlir, 12. Mhm. 7 üstə 3 gəlir, üstə 3 gəlir, al. Mhm. Mən 8 üstə 4 gəlir, üstə 5 gəlir, eləyir 17. Bəli, afərin. Deməli sualın cavabı nə olacaq? 17. İndi bax xəbər, həmin düz xətt, yəni həmin o qara xətt görsən hardadır? Bu hissədədir. Deməli, bu hissə nə olmuş olur? Cavab Cavab. olmuş olur. Ay sağ ol. Nəyin cavabı olmuş olur? Aşağı istiqamətdə getdiyimizdə 3 2 1-dən aldığımız nə olur? Cavab olur. De görüm necə ala bilərik 3 2 1-dən aldıq? Mən 3'ü 2'ye vururuq, 6. 6'ı da 1'e vururuq, 6. Bəli, bərabərdir 6. Sonra 4'ü 8'e vururuq, 32. 32'ni 2'ye vururuq, 64. sonra 7'ni 1'e vururuq, 7, 7'yi 3'e vururuq, 21. afərin. Sağ işarəsi tapaqçıda 5'i 4'e vururuq, 20, 20'ni 2'ye vururuq, 40. 40. Bəli, deməli cavabımız nə olacaq? 40. Olacaq. Bax, indi bir də mənə qulaq as, sonra yazacaqsan. Burada görsən heç bir işarə yoxdur qara xətt. O zaman sən həm bu istiqamətdə gedə bilərsən, həm bu istiqamətdə gedə bilərsən. Birinci olaraq baxacağın şey, bax yadında saxla. Birinci nəyə baxacaqsan? Sətir. Bax bu sətirdir, sətir. Bu da sütundur. Sütun. Sətir dediyim şey budur bax. Bax bu. Bax. Sətir istiqamətində zəm və ya hasil bərabər olacaq. Yaz. Sətir istiqamətində cəm və ya hasil bərabər olur. İndi bax nə demək istədiyimə bax.
Bax 3 üstə gəlinsin, 2 üstə gəlinsin, 6 üstə gəlinsin, 4 nəyə bərabərdir? 16. 15 deyil. Bəli. 5 üstə gəl 6, 11 üstə gəl 1, 12 üstə gəl 3, eləyir 15. 15. 7 üstə gəl 3, üstə gəl 4, 14 4 üstə gəl 1 nə elədi? 15. 15. 8 Evet. üstə gəl 8 2, üstə gəl 2, üstə üstə gəl gəl 0, üstə gəl 5. Deməli, sual nə olmalıdır? 5. 5 olmalıdır ki, 15-ə bərabər olsun, yaz. Bura sətr istiqamətində, burada yaz ki, sütun istiqamətində. Sütun haraydı? Aşağı istiqamətində. Aşağı üstə. Aha, yaz istiqamətində. Sütun istiqamətində cəm və ya hasil bərabər olur. Sütun da dedi ki, budur. İndi bax, sütun istiqamətində 1-i 3-ə vururam, eləyir 3, 3-ü 2-yə vururam, eləyir 6. 6. 6-nı da 5-ə vururam, nə eləyir? 30. 30. Sonra 1-i 6'lı 6-ya... 1'e vururuq 6. 6'lı 1'e vururuq 6. 6'lı 5'e vururuq 30. Hı -hı. 2'li 5'e vururuq 10. 10'u 1'e vururuq 10. 10'u 3'e vururuq 30. Sonra... 1'i 1'e vururuq 1. 1'i 2'ye vururuq 2. 2'ni də 15'e vuracağıq 30. Deməli, bura 15 olmalıdır ki, içini 15'ə vuraq, bura bizə 30 versin. 30. Bu ikisinin cəminə ya da hasilinə bərabər ola bilər. Bərabər. Bax, burada 5 ilə 4-ü topladım, 9 Dokuz. elədi. Burada 3 ilə 6-nı 3 ile 6 topladım, topladık 9. 9 bərabərdir. Aha, sonra 7 ile 2'ni topladık 9. 4 ile 5'i topladık 9 bərabərdir. 8 ile 3'ü topladık 11. 6 ile 5'i topladık 11 bərabərdir. 7 ile 8'i topladıq 15. 9 ile 6'yı toplamalıyıq ki 15 olsun. bəli, deməli bu ikisi bizə 15 verirsə, bu ikisi də bizə 15 verməlidir. O zaman sualın əvəzində 6 olacaq. 7-ni 5-ə vuranda nə eləyir? 35. Bax, 35. Gördün mü? Bax, 35. Deməli bu ikisinin hasili, bu ikisinin Bərabərdir verə bilir. 35. Bax, 8'i 4'e vurduk 32. Burada 32. 6'ı 8'e vurduk 48. 9'u da 3'e vurduk 27. Sağ işarəsi 2'dir. aferin, yaz. 343. Nəyin kubudur? 7'dir. Bəli. 7-nin kubu, bax burada yazılıb 7. 7-nin kubu nə elədi? 340. 343. 512 nəyin kubudur? 8'dir. Ay sağ ol. 8-in kubu. Kubudur. Bəs 729? 9'u kubudur. Ay sağ ol. Bəs onda 125 nəyin kubudur? 5'ir. Deməli bura nə olacaq? 5. 5 olacaq. 5-in üstü 2. Nədir? 5 üstə gəl 2 7. Üstə gəl 2 yox. 5-in üstündə 2. Yəni 5-in kvadratı nədir? 10. 5-i 2 dəfə bir-birinə vuranda 10 eləyir. Xavər. 25. 25 bax, 25. Üstündə yazdığımız şey nədir? Xavər demişdik axı. Əgər məsəl üçün 5-in üstündə 2 yazırıqsa bu 5-i 2 dəfə bir-birinə vurmaq deməkdir. Məsələn, indi bax burada 3-ün üstündə 4. Nə edəcəyik? 3-ü 4 dəfə bir-birinə 3'ü vuraq. 4 dəfə bir-birinə vuracağıq. Aha. 81. Yazdırmışdım da bunları sizə, düz deyil? 3-ün üstü 4 bax, 81. Sonra 7-nin üstü 2. 49. 49. İndi 2-nin üstü 6 nə eləyir? 2 üstü 6. Yadından çıxıb Xavər. 2-nin üstlərini də yazdırmışdım axı sizə. 64. 64. Deməli bu sualın qiyməti nə olacaq? 64. 4. Yox, 4. 6-sı var, 4-ü yox. 4. Başa düşdün? Qeyd elə. Bax Xavər. 4-ü 9-a vuranda nə eləyir? 36. Hani 36. Gördün? 5'i 8'e vuranda 40. Aha, 9-u. 9'u 3'e vuranda 27. 8'i də 9'a vururuq ki 72 alsın. Bəli. 8-i də 9-a vururuq ki, 72 alınsın.